Salam əziz dostlar, əziz izləyicilər. Yenə vətəndaş müraciəti daxil olub bizə. Dünən mənə bir vətəndaş Məmmədzadə Zamiq Mahir oğlu bir səs göndərib, xahiş edib ki, mən onu yayımlayam. Qızıl Açar şirkətinin sahibi Nurəliyev Zahir Tapdıq oğlundan şikayətçidir. Görək Məmmədzadə Zamiq Mahir oğlu nə deyir? Əziz dostlar, sonra mən bu məsələyə öz münasibətimi bildirəcəm. Əziz dostlar, hörmətli operatordan xahiş edirəm, həmən Məmmədzadə Zamiq Mahir oğlunun səsini versin efirə. Müəllim, necəsiz? Mənim sizin narahat edilən Zamiq Məmmədzadə Mahir oğlu. Binasılı qəsəbəsində yaşayıram. Mənim şikayətim var. Xahiş edirəm, məhkəməyə bunu işıqlandırsınız. Yəni qısa deyim, gəlib orada yəni canlı hamısını danışacağam. Mənim şikayətim Nurəliyev Zahir, Qızıl Açar şirkətinin müdiri. Nurəliyev Zahir Tapdıq oğlundandır. Yəni qardaşım Nurəliyev Müşfiqdən maşın almışdım. Yəni 15.500 manat ustalara pul qoymuşam. 6.500 manat bunlardan yalvar, yaxarla pulu almışam. O da bir müsibətdən sonra. 9.000 qalıb. Zahir mənə uşaqların şəklini atdı ki, mənim uşağımı icraya aparıram. Mən imkan varsa keç. Dedim, yaxşı keçərəm. Sonra mən gəldim, gördüm 4 dənə ev düşürəm. Bir dənə BMW aldım. Deyirəm, Zahir imkanın yoxsa bunlar necə eləmişsən? Deyir, ağlım vardı, inanmaz. Mən həmişə imkanım olub. Dedim, mən yaxşı deyim, onu Zahir, mənim pulumu qaytar. Mən sən indi imkanım var da pul dedim, uşağı bəhanə edirdin. Dedim, mən aparı verdi, yəni polis arasında, polislər araşdırdılar ki, məndə heç nə yoxdur, bir günah yoxdur. Mən deyir ki, mən dedim ki, Zahir, mən çəkib paylaşacağım bunu da. Yəni qoy cəmaət bilsin da, mən ki, siz orada burada ağızda gələni danışırsınız. İmenini sənə görə dedim, bu video çəkib paylaşacağım dedim. Dedi ki, mən çəkib paylaşacağım, nüfuzuma xəbər gəlsə, sənin başı kəsəcəm, sənin başı oynasacağım. Ancaq şərrilə hara satırlar ağızlarında. Mən də hamıya başa sala bilmirəm axı ki, yəni bunlar yalandır, yalan məlumatdır. Bunlar ağızlarına nə gəldi danışırlar. Xahiş edirəm, bu videonu paylaşacağız. Mənim atam şəhid qardaşdır, qazi atasıdır. Yəni ehtiyacım ola. Halbuki mən ona demişim ki, amma bunlar məndən uşağın adından istifadə, uşağın şəkillərini atıb, videosunu atıb, hamısı məndə var. Gəlib orada istəsəz mən hamısını göstərəcəm. Yəni bir dənə deyər söz gəlib orada hamısını debat eləməsi gəl, üzbəüz gəlsin debat eləyək. Yəni mən bir dənə yalan söz deyirəmsə, ömrümün axırına qədər məsuliyyət daşımağa hazıram. Xahiş edirəm, bunu işıqlandırsınız, artıq da xahiş edirəm. Belə, əziz dostlar, əziz izləyicilər, Məmmədzadə Zamiq Mahir oğlunun səsini eşitdik, adəti qurumlar da eşidir. Yəni sən kiminsə başını niyə kəsməlisən, qardaş? Bax, ay Qızıl Açar şirkətinin sahibi Nurəliyev Zahir. Adam deyir ki, orada zərrə qədər bir yalan, bir şər, bir böhtan varsa, mən ömürlük məsuliyyət daşımağa hazıram. Eyni zamanda sizi debata çağırır, debata dəvət edir. Mən də hər ikinizi dəvət edirəm efirə. Sizin də mövqeyi işıqlandırmağa hazıram. Məmmədzadə Zamiq bəy də gəlsin efirə. Gəlin burada müzakirə edin. Qarşı tərəf kimi təkrar gedirəm. Sənin də mövqeyi işıqlandırmağa hazıram. Amma mənə kiməsə zəng elətdirmə. Dünən bir bəy zəng eləyib mənə. Rasim bəydir sizlə danışan. Ondan ayrıca danışacağım. Adam 2-ci bölmənin əməkdaşı kimi özünü təqdim edib. Mənlə danışıb. Ondan ayrıca danışacağım. Mənə necə zəng eləyib, hansı formada zəng eləyib. Qardaş, mənlə təhdid deyimlə danışmaq olmaz. Kim olursan ol. Mən sənə sivil qaydada zəng eləyirəmsə, qarşı tərəf kimi mövqe öyrənirəmsə, Zahir bəy, sən mənə kiməsə zəng elətdirmə. Xahiş edirəm. İndi adam danışdı sənin haqqında. Səsini vermişəm efirə. Sənin də mövqeyi işıqlandırıram qarşı tərəf olaraq. Gəl, danış. Rəsmi göndər, şifayı göndər. Mən sənin haqqında danışın burada dostlar. Yayınımızı bəyənin, paylaşın. Kanalımıza abunə olun. Sağ olun, sağlıqla qalın.